Salam əziz izləyicilərim. Bugün sizlərlə çox rahat, amma çox dadlı, əsas yay yeməyidir. Reseptini bölüşəcəm. Çox dadlı alınır. Siz də bu formada eləyib nuş eləyə bilərsiniz. Bizə lazım olan ərzaqlar: yarım kilo pomidor, 2 ədəd soğan, 5-6 ədəd kartof və toyuğun filəsidir. Əvvəlcə toyuğun filəsini videoda göründüyü kimi tam doğramıram, xətlərlə keçirdirəm üstündən. Bu formada xətlər keçirdikdə çox dadlı alınır. Üstünə isə xəmirli sümüklə biraz sarı kök, duz, istiot, yağ, biraz mayonez qatıb yaxşıca qarışdırıram. Yaxşıca qarışdırıb biraz gözlədirəm ki, özünü tutsun. Sonra isə başlayıram kartofları doğramağa. Kartofları halqavari doğrayıram. Sonra keçirəm soğan doğramağa. Soğanı həm yarım halqa, həm də halqa formada doğradım. Bütün ərzaqları, həmçinin pomidoru doğramıram. Belə olduğu halda qoyuram ki, kebab kimi alınsın. Belə dadlı alınır. Siz də bu formada eləyə bilərsiniz. Sonra isə pişirəcəyim tavaya əlavə eləyirəm. Əlavə eləyib sıra düzüb əlavə eləyirəm ki, pişəndə qarışmasın, yanmasın. 180 dərəcədə, 180-200 dərəcədə 25-30 dəqiqə bişirirəm. İnanın çox dadlı alınır. Siz də bu formada eləyib nuş eləyə bilərsiniz. Videomu axtarmaq üçün baxdıysanız bəyənib, like eləməyi unutmayın.